Azərselin təşəbbüsü ilə fəaliyyət göstərən 116-111 qadın dəstək xəttinin İspan dilində hazırlanan təlimatı təqdim olunub. Tədbir Azərsel və Meksika səfirliyinin birgə təşəbbüsü ilə reallaşıb. 25 noyabr qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü çərçivəsində qadın dəstək xəttinin İspan dilində hazırlanan təlimatı təqdim olunub. Təşəbbüs Azərsel, Meksika səfirliyi və Ümidli Gələcək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə dövlət qurumları, diplomatik korpus və qeyri-hökumət təşkilatları nümayəndələri iştirak ediblər. Qadın dəstək xətti çətin vəziyyətdə olan qadınlara hüquqi, sosial, psixoloji dəstəyin təmin edən bir platformadır. Həmin platforma üzrə təlimatın İspan dilində dərc olunması Azərbaycanda yaşayan və fəaliyyət göstərən İspan dilli qadınların bu platformadan yararlanmaq imkanlarını da əhatə edir. Bu təşəbbüs Azərsel, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ümidli Gələcək, Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə həyata keçirilir. Qadın zorakılığına qarşı mübarizə məqsədi ilə müxtəlif məlumatlandırıcı materiallar hazırlamışıq və onların qadınlar üçün faydalı olacağına inanırıq. Tədbirdə həmçinin Azərselin qadınlara qarşı zorakılıqla mübarizə günə həsr olunmuş oflayn qadınlar sosial video çarxılı təqdimatı da baş tutub. 2022-ci ildə fəaliyyət göstərən Qadın Qaynar xətti bugünədək 11.300-dən artıq qadına psixososial və hüquqi dəstək verib.